Bugün 26 sentyabr. Sabah, yani bugün akşamdan yağış başlayacak. İstedim düşün biraz güllerimin arasında gəzim. Baxın bu gözəl çiçək açıb, qəşəng, Eftayt olmalıdır. Amma belə tünd və belə gözəl, barxatlıdır əslində. Realda daha gözəldir. Ətrini də qoxlayıb indi sizə deyərəm. Ətirlidir. Onun arxasında mənim Yapon kızım Xenamelis Geisha Göl. Geisha kızım burada payız çiçəkləməsi eləyib mən üçün. Hava kökləndirmələri eləmişəm. Yaxşı nəticə versə sevindirəcəm sizi. İstəyənlər çoxdur bilirəm. Artıq külək buludları gətirir. Bu Ice for You. Üstündə nə qədər butası da var. Yaşıl qurdlar buna da daraşıblar. Pis uşaqlar. Mənim sevimli otlarım bunların yanından elə belə keçmək olmur. Çünki hamısı çox gözəldilər. Bu mənim sevimli feyam. Əzan verilən vaxtı işıqları başlayır yanmağa. Çünki əzan da elə gün batımında olur. Bu da gün batan dəqiqədə, əzanla eyni dəqiqədə onun işıqları başlayır yanmağa. Qəşəng buradan şəlalə kimi elə bir su axır. Bu kimin payız çiçəkləməsi, avutilon, qupqurudu yeri. 2 gün güneş olub. Su verməmişəm ki, yağış yağacaq onsuz da. Plumbago, sevimli plumbago. Elə verimli bir güldü ki, bütün yay boyu, indi də sentyabr. Görün necə gözəl çiçəkləyib. Balıqlarım da məndən çox yem istəyirlər. Mən də onlara az yem verirəm. Sağlam olsunlar deyə. Mənim sevimli rokozum. Görün nə qəşəng. Əsl təbiət budur da. Təbiətdə olan bitkilər. Və qargilə meyvəsi. Sniji yaqitnik yeyilmir. Sual vermək istəyənlərə deyim. Sadəcə dekorativ bir gözəllikdir. Maşallah olsun bu illəri limonlarım və mandarinlərim çox qəşəng gətirib. Keçən az gətirmişdi. Bu il əla gətiriblər. Apelsin də, mandarin də, limon da. Bunlar mandarinlərdir. Bunlarsa apelsinlər. Düzdür, bunları dərmanlamaq lazımdır. Tez-tez dərmanlaya bilmirəm.